Salam Ulduzların Səsi ailəsi. May ayını artıq tamamilə geridə qoyuruq və bu gecə iyun ayının ilk gününə tamamilə yeni bir həftəyə addım atırıq. Göy üzündə planetlərin düzülüşü elə bir nöqtəyə gəlib çatıb ki, artıq sadəcə təqvim dəyişmir. Bəzi bürclərin taleyində tamamilə yeni, təmiz səhifə açılır. Uzun müddətdir sizi sıxan, yoran o ağır enerjilər var ha. Bu gecədən etibarən dağılmağa başlayır. İyunun bu ilk 7 günü kimlərə pul, kimlərə sevgi, kimlərə isə böyük bir xəbərdarlıq gətirir. Gəlin təkrara düşmədən ulduzların sizə pıçıldadığı sirləri açaq və başlayırıq ulduzlar aləminin ilk simvolu Zodikanın qapısını açan qoç bürclərinə. Əziz qoçlar, may ayında çəkdiyiniz o maddi, mənəvi sıxıntılar, sanki hər şey üst-üstə gəlməsi və yerinizə saymaq hissi var ha. Bax, iyunun 1-dən üzərinizdən elə bir ağırlıq yük götürülür ki, ruhunuz yüngülləşdiyini hiss edəcəksiniz. Planetlərin bu yeni mövqeyi sizə iyunun ilk həftəsində gözlənilməz maddi dönüşlər vəd edir. Çoxdan ümidinizi üzdüyünüz, gecikən bir borcun geri qaytarması və ya əməkdaşlıq etdiyiniz yerdən gələcək sürprizlər, bir pul xəbəri qapınızdadır. Lakin ulduzların sizə çox ciddi bir xəbərdarlığı var. Bu həftə enerjiniz birdən-birə pik nöqtəyə qalxacaq. İçinizdə böyük bir tələskanlıq yaranacaq. Qarşınıza çıxan yeni iş təkliflərinə və ya rəsmi sənədlərə dərhal kör-körənlə hə deməyin. Biraz sakit rəyinlə düşünün. İnsanları dinləyin. Çünki tələsik verilən qərarlar may ayının o yorucu daxili gərginliyini yenidən alovlandıra bilər. İş həyatınızda yeni bir imza, yeni bir başlanğıc və ya uzun müddətdir gözlədiyiniz o rəsmi qərar tamamilə sizin xeyrinizə həll olunacaq. Daxili intuiziyanıza güvənin. İyunun bu ilk 7 günü talih sizin tərəfinizdədir. Keçirik ulduzlar aləminin ən təmkinli, ən dözümlü işarəsi olan buğa bürclərinə. Əziz buğalar, iyunun bu ilk 7 günü sizin üçün tam mənası ilə bir ədalətin bərqərar olması həftəsidir. May ayında kimlər sizin saf duyğularınızdan istifadə etmişdirsə, kimlər arxanızda oyun çevirib sizi haqsız duruma salmağa çalışmışdırsa, bu həftə çarx tərsinə fırlanır. Zaman sizin haqlı olduğunuzu, o daxili dürüstlüyünüzü hər kəsə bir-bir sübut edəcək. Şahid olacağınız hadisələr qarşısında sadəcə sakitliyinizi qoruyun və izləyin. Xüsusilə də rəsmi qurumlarla işləri olan sənədləşmə, əmlak və ya çoxdan bəri uzanan məhkəmə miras məsələləri buğalar üçün göy üzü yaşıl işıq yandırır. İnadkarlığı və daxilinizdə yığılıb qalan o köhnə inciliyi tamamilə kənara qoyun dostum. İyunun ilk günlərində qarşınıza elə bir qapı, elə bir fürsət çıxacaq ki, uzun müddətdir planlaşdırdığınız, amma cəsarət etməniz o böyük addımı rəsmən ata biləcəksiniz. Maddi cəhətdən böyük bir rahatlama qapıdadır. Taleyinizdə yeni bir dövr başlayır. Arxaya baxmaq yoxdur dostum. Və gəldik iyun ayının rəsmi sahiblərinə. Göy üzünün ən dinamatik işarəsi olan əkizlər bürcünə. Bax əziz əkizlər, gözünüz aydın olsun. Sizin dövrünüz, sizin zəfər və ya intiqam hədəfiniz rəsmən başladı. May ayının o sizə gətirdiyi qəm, qüssə, daxili gərginlik, yolunda getməyən işlər və ya o dəhşətli qərarsızlıq hissi tamamilə tarixə gömülür. Şans qapılarınız elə bir sürətlə, elə bir nöqtədən açacaq ki, bəzən özünüz də bu möcüzəyə inanmağa çətinlik çəkəcəksiniz. İyunun ilk həftəsi sizin üçün sıx ünsiyyət, yəni talih-yüklü tanışlıqlar və gözlənilməz böyük xəbərdarlıq doludur dostum. Uzun müddətdir sizə qapalı qalan xəbər, gözləriniz o rəsmi qapıdan və ya insandan tamamilə sizin xeyrinizə bir cavab gələcək. Sevgi həyatınızda, şəxsi münasibətlərinizdə elə bir dönüş nöqtəsi yaşanacaq ki, bütün köhnə inciliklər, şübhələr bir gecədə dostum bax yox olacaq. Göy üzü bu həftə tamamilə sizin arxanızdadır. Enerjinizi ən yüksək səviyyəyə qaldırın.
və böyük dalğanı qarşılayın. Xərçəng bürcü. Əziz xərçənglərim, iyunun bu ilk həftəsi sizin üçün duyğusal cəhətdən tam bir təmizləmə və yeniləmə dövrüdür. May ayında ürəyinizi ağrıdan, sizi gecələr yuxusuz qoyan o daxili sıxıntılar, sanki hər şey tək başına çiyninizdə daşımaq hissi var ha. Bax, ulduzlar bu həftə sizə keçmişin o ağır bağlarını tamamilə qoparıb atmaq üçün böyük bir güc verir. Uzun müddətdir ürəyinizi yoran köhnə bir sevgi, köhnə bir incilik və ya dost xəyanəti bu həftə sizin üçün tam mənası ilə tarixə qovuşur. Göy üzü sizə deyir ki, göz yaşlarınızı silin. Çünki bu həftədən etibarən həyatınıza tam fərqli, sizə dəyər verəcək insanların enerjisi daxil olur. Maddi məsələlərdə isə ailə daxilindən və ya yaxın birinizdən gələcək gözlənilməz bir dəstək sizi çox rahatlatacaq. Özünüzə inanın. Siz hər şeyin ən gözəlinə layiqsiniz. Əziz şirlər, iyunun ilk 7 günü sizin karyeranızda və sosial həyatınızda tam bir partlayış həftəsidir. May ayında enerjini aşağı salmağa çalışanlar, qəsdən sizin qarşınızı kəsənlər elə bildilər ki, siz kənarda qalmışsınız. Amma göy üzünün bu yeni düzülüşü sizin o nəhəng gücünüzü yenidən ortaya çıxarar. Bax, iş həyatınızda və ya ətrafınızda yeni bir liderlik dövrünüz başlayır dostum. Amma diqqətli olun. Siz parıldadıqca ətrafınızdakı bəzi insanların daxili paxıllığı və ya qısqanclığı da üzə çıxacaq. Bu həftə kimin real dost, kimin isə sadəcə maska taxmış bir düşmən olduğunu öz gözlərinizdə görəcəksiniz. Amma heç narahat olmayın. Sənin o güclü auran və enerjin onların bütün planlarını darmadağın edəcək. Maddi cəhətdən böyük rəsmi bir uğur, bəlkə də bir vəzifə artımı və ya yeni bir iş layihəsi bu həftə rəsmən təsdiqlənir. Haqqınızda olanı götürməyə hazır olun dostum. Qız bürcü. Dəyərli qızlar, may ayında o qədər çox çalışdınız, o qədər çox insanın problemlərini həll etdiniz ki, özünüzü tamamilə unutmuşsunuz. Ulduzlar iyunun bu ilk həftəsində sizə biraz dayanmağı, nəfəs almağı və artıq daxili dinciliyinizə fokuslanmağı məsləhət görür. Sağlamlığınıza və daxili dinciliyinizə xüsusilə diqqət yetirməli olduğunuzu bir dönəmdir dostum. İş və ya maliyyə mövzularında isə uzun müddətdir əkdiyiniz o toxumların bəhrəsini yeməyə başlayırsınız. Gözlədiyiniz o rəsmi sənəd, təhvil verməli olduğunuz iş və ya planlaşdırdığınız o səyahət bu həftə tam nizamla, heç bir maneə olmadan həll olunacaq. Sizi gərginliyə salan insanlardan biraz uzaq durun. Çünki göy üzü bu həftə sizə yalnız tənhalıqla və ya sakitliklə böyük bir ilham, böyük bir uğur vəd edir. Hər şey tam sizin istədiyiniz kimi qaydasına düşür dostum. Və keçirik göy üzünün tərəzisinə. Zəriflik rəmzi olan tərəzi bürcünə. Əziz tərəzilər, may ayında o qədər iki seçim arasında qaldınız, o qədər ürəyinizdə məntiqiniz arasında mübarizə getdi ki, ruhan çox yoruldunuz. Amma iyun ayının bu ilk həftəsi sizə tam bir aydınlanma gətirir. Duman dağılır, gözünüz önə açılır. Bu 7 gün ərzində həyatınızda kiminsə sizə qarşı etdiyi gizli bir hərəkətin, bəlkə də vaxtilə itirdiyiniz bir haqqın sizə necə geri qaytardığınızın şahidi olacaqsınız. Hüquqi məsələlərdə dövlət qapısında gözləyən möhürlü sənədləri olan tərəzilər. Döyüntülər açılır. Ən əsası, bu həftə ətrafınızda yeni bir tərəfdaşlıq və güclü bir dostluq bağı qurula bilər. Amma ulduzlar deyir ki, keçmişdə sizə yalanı toxunmuş birinin yenidən həyatına sızmaq cəhətinə icazə verməyin ha. Sərhədlərinizi çəkin. Çünki bu həftə qoruyacağınız o sakitlik sizə yaxın gələcəkdə böyük bir qazanc gətirəcək. Əqrəb bürcü, dəyərli əqrəblər, siz onsuz da sirləri üzə çıxarmağı sevirsiniz. Amma iyunun bu ilk həftəsində
Planetlər sizin üçün tam bir dedektiv ssenarisi hazırlayıb. Çox yaxın bildiyiniz, bəlkə də hər gün üzünüzə güldüyünüz bir insanın daxili niyyəti, sizin haqqınızda düşündüyü o gizli fikirlər tamamilə aşkara çıxacaq. Şoka düşə bilərsiniz, amma bu taleyin sizə təmizlənmək usuludur. Maddi cəhətdən isə riskli addımlardan, kiməsə borc pul verməkdən və ya tələsik investisiyalardan mütləq uzaq durun. Bu həftə pulla bağlı mövzularda gözlə və izlə taktikası sizi qazandıracaq. Daxili intuiziyanız elə bir pik nöqtədədir ki, kimin sizə doğru, kimin yalan danışdığını bircə baxışdan anlayacaqsınız. Enerjinizi qoruyun, çünki bu gərgin həftənin sonunda böyük bir strateji, qalibiyyətin məhz sizin olacaq. Gəldik oxatan böclərinə. Dəyərli oxatanlar, may ayının o dar fəzası, evə və ya eyni rutin işarələrə sıxılıb qalmaq hissini sizi boğurdu. Fərqindəyəm. Amma iyunun ilk günləri sizin üçün üfüqləri genişləndirmək zamanıdır. Bu həftə uzaq bir yoldan, bəlkə də xaricdən və ya tamam fərqli bir şəhərdən gələcək bir zəng, bir təklif bütün planlarınızı dəyişə bilər. Səyahətlər, yeni yollar və ya təhsil, özünün inkişaf mövzuları gündəmə gəlir. Qarşınıza çıxan fürsətlər tamamilə fərqli bir sahədən ola bilər. Mən bunu bacarmaram deyib geri çəkilməyin. Ulduzlar sizin o cəsarətli oxunuzu uzaq hədəflərə doğru buraxmanızı istəyir. Şəxsi həyatınızda isə uzun müddətdir davam edən o qeyri-müəyyənlik, biz nəyik sualı bu həftə qəti bir cavabla həll olunacaq. Addım atmaqdan qorxmayın. Yollar sizin üçün açılır dostum. Keçirik Oğlaq bürcünə. Əziz oğlaqlar, siz hər zaman həyatın çətinliklərinə qarşı tək başına dik durmağı bacarırsınız. May ayında çiyinlərinizdə qoyulan o ağır öhdəliklər, bəlkə də ailə və ya iş mühitində hamının yükünü tək çəkmək sizi daxilən çox yıxırdı. Amma iyunun ilk həftəsi ulduzlar sizin üçün fərqli bir ssenari hazırlayıb. Bu 7 gün ərzində uzun zamandır qurduğunuz, əziyyət çəkdiyiniz bir layihənin, bir planın rəsmi olaraq qəbul olunması və ya haqlı olduğunuz bir davanın sizin xeyrinizə həll olunacaq. Maddi məsələlərdə plansız xərclərdən uzaq durun. Çünki bu həftə təməli qoyulacaq bir iş sizə yaxın aylarda çox böyük və stabil bir gəlir gətirəcək dostum. Şəxsi həyatınızda isə sizdən yaşca böyük və ya təcrübəli bir insanın verəcəyi məsləhət həyatınıza bir düyünü kökündən həll edə bilər. Möhkəm durun dostum. Zəhmətin qarşılığınızı görmək zamanıdır. Dolça bürcü. Dəyərli dolçalar, may ayında sanki beyniniz kilidlənmişdi. O yaradıcı ideyalarınız qarşınıza divar hörülmüşdü. Fərqindəyəm. Amma iyunun ilk günləri o divarlar darmadağın etmək üçün gəlir. Bu həftə ağlınıza elə fərqli, elə qeyri-adi bir fikir, bir iş ideyası gələ bilər ki, onu mütləq qeyd edin və reallaşdırmaqdan qorxmayın. Göy üzü bu həftə sizin fərqliliğinizi dəstəkləyir dostum. Ətrafındakı insanların bunu bacarmazsan dediyi mövzularda elə bir sıçrayış edəcəksiniz ki, hər kəs sadəcə heyranlıqla izləyəcək. Sosial çevrənizdə köhnə və ya sizə zərər verən dostluq əlaqəni tamamilə kəsirsiniz. Bu həftə həyatınızda tamamilə yeni, sizinlə eyni tezlikdə olan insanlar dostum daxil olacaq. Öz azadlığınızı və ideyalarınıza güvənin. Zaman sizin zamanınızdır. Fürsət qapıdadır dostum. Və gəldik Zodikanın ən sirli, ən güclü balıq bürclərinə. Dəyərli balıqlarımız, keçən həftələrdə sizə etdiyim o bəzi xəbərdarlıqlar, ətrafınızdakı gizli maskalı insanlar haqqındakı sözlərim artıq real həyatda bəhrəsini verməyə başlayır. İyunun bu ilk həftəsi sizin üçün daxili bir intiqam və ruhsal sakitlik həftəsidir. Vaxtilə sizə yalan danışan, sizi yarı yolda qoyan o insanlar öz səhvlərini anlayıb sizə tərəf necə addım atdıqlarından peşman olduqlarını öz gözlərinizlə görəcəksiniz.
Amma qərar daxili aləminizdədir dostum. Yəni sizdən hər şey asılıdır. Biraz diqqətli olmalısınız. Bu həftə röyalarınız, daxili hissləriniz o qədər güclü olacaq ki, qarşılayacağınız hadisələri öncədən dostum bax hiss edə bilərsiniz. Maddi cəhətdən gözlənilməz, bəlkə də gizli qalan bir mənbədən gələcək dəstək sizi çox rahatladacaq. Ürəyinizi sıxan o qaranlıq buludlar bu həftə iyunun ilk günəşi ilə tamamilə dağılır. Ruhunuza sakitliyə buraxın. Biraz özünüzlə qalın. Dəniz qırağına gedin, sakit bir yerə, meşəyə, belə balıq böcləri. Özünüzü qoruyun. Biz isə gəldik videonun sonuna. Bəli, Ulduzların Səsi ailəsi iyun ayının bu ilk möhtəşəm həftəsində ulduzların mesajı belə edir. Unutmayın, hər yeni ay tamamilə təmiz bir başlanğıcdır və bu həftə başlanğıcın ilk addımıdır. İndi isə keçir kanalımızın o böyük gələcəyinə. Aşağıdakı şərhlər bölməsində hər kəs öz bürcünü yazsın. İyunun bu ilk həftəsində şərhlərdə ən çox fəallıq, birlik və ya rəy göstərən bürc üçün həftə üçün tamamilə özəl 10-15 dəqiqəlik nəhəng bir fərdi video analizi hazırlayacağam dostum. Görək bu həftənin birincisi hansı bürc olacaq? Videonu bəyənməyi, kanala abunə olmağı və ulduzların səsinə qulaq verməyi unutmayın. Özünüzə yaxşı baxın, sağ olun dostlar.